Salam aleyküm, hər birinizi xoş gördük. Ağdaş Okean Balıqçılıqdan. Dostlar, sizin hər birinizi salamlayıram. Gördüyünüz kimi bugün yeni dükkanımız açılıb. Allah xeyirli uğurlu eləsin inşallah. Həm rayonumuzun cəmaatı üçün, həm elə Ağdaş balıqçılar üçün. Və bəzi nümunələr var burada. İstəyirəm bəzilərini sizə göstəreyim. Həm montajını, həm digər məsələlərini. Bizdə demək olar ki, istəyir carp fishing, istəyir spin balıqçılığı, atçək balıqçılığı, əlavə olaraq digər məsələn surf sistemi, demək olar ki, çox bu variantlara toxunmuşuq. Məsəl üçün adi bir variant sizə göstərim. Belə bir gözəl blank var əlimdə, teleskopik deməli variantdır. Kayda, boyu 4.20, bunun başqa digər variantları da var. Məsəl üçün tutaq ki, belə bir aldıq və bunu kombin eləmək istəyirik. Belə gözəl əlavə olaraq bunları da sizə göstərmək istəyirəm. Montajını elədik. Demək olar ki, hazırdır. Ümumiyyətlə, surf sistemində bir neçə lazım olan variantların, istəyir barabana vurulması, istəyir müəyyən o kombinin düzgün şəkildə seçilməsi və digər məsələlər bunlar şərtdir. Bunu ümumiyyətlə, professional balıqçılar demək olar ki, hamısı bilir. Sadəcə bu bir giriş videosu olduğu üçün istədik ki, bununla bağlı sizi maarifləndirək. Deməli, hal-hazırda əlimdə olan bu deməli, blank Kayda aiddir. Deməli, Inspiron model olaraq, əlavə olaraq surf sisteminə aid olan katok var əlimdə hal-hazırda. Deməli, bu katok 9000-likdir, 13+1 B1 şkalasındadır. Yəni, paçenmi sayda var və əlavə olaraq da B1 şkalası var. Bundan başqa isə əlavə olaraq, deməli, katok haqqında bir balaca məlumat vermək istəyirəm. Katokun seçimində bu surf qamışın təyinatına uyğun seçmişik. Məqsəd uzaq məsafəyə ipi göndərmək, yükü göndərmək və o yükün hesabına yığımda və uzaq, biz bilirik ki, yay aylarında hava çox isti olur və isti olduğu üçün də biz çalışdığımız qədər balığı daha dərinlərdən gətirməyə çalışırıq. Onun üçün də bizə imkan lazımdır ki, biz minimum 100, 110 və onun üstündə metraj ataq ki, biz istədiyimiz balığı yemləməklə götürüb gələ bilək. 9000, bayaq dediyim kimi 13+1 deməli, paçenli sayıdır. Əlavə olaraq blank çox super blankdır. Adamda xoş bir təəssürat hissi yaradır. Uzaq məsafə atmaq üçün sanki adamı tətbiqləyir. Müasir ümumiyyətlə dövrdə Fuji kalso sistemi deyilən bir anlayış var. Ümumiyyətlə o kalsoların növləri 4 və daha üstüdür. Premium hissi və yaxud da premium qamışlarda Fuji kalsolar əsas şərtlərdən biridir. Biz nəyə diqqət eləməliyik? Məsəl üçün, baxırıq ki, kalso enlidir, aşağıdır. Deməli, barabandan çıxan, gördüyünüz kimi, barabandan çıxan plityonka uzaq məsafədə fırlanır və uzaq məsafəyə bizi atmağa imkan verir. Əlavə olaraq da ucluq hissəsinə baxırıq. Ucluq hissəsi, məsəl üçün, neondur. Xüsusi gecə üçün, xüsusən balığın xırda balıqlarda, məsələn, kütümovunda, dəniz balıqçılığında, məsəl üçün, xırda vuruşlar olur. Və yaxud da, məsəl üçün, karp, adətən karp, məsəl üçün, karas, bu tipli balığa düşəndə çox qüvvətli dartma olunur. Yüngül həssaslıq lazımdır. Biz tutaq ki, hansısa bir fanardan istifadə edirik və həmin bu qamışın başında olan o hansı ki vibrasiya imkan verir ki, o balığın orada düşüb düşməməyi haqqında bizim məlumatımız olur. Bu haqda ümumiyyətlə misalı çox uzada bilərək. Məsəl üçün, əlavə olaraq, məsəl üçün, hal-hazırda biz bunu kombin yığdıq. Sual oluna bilər ki, bəs buna əlavə plityonka və yaxud da məsəl üçün, jirka olaraq nələr bunu kombin edə bilərik? Görürük ki, şpulya dərindir. Yoxsa dayaz, buna diqqət etməliyik. Əgər dayazsa, deməli biz kombini düzgün seçmişik. Yaxşı olar ki, bunun üstündə də göstəricilər var. Məsəl üçün, hansı plityonqa, hansı endə, hansı belə deyək, qalınlıqdadırsa, bu qalınlığa əsasən bunun üstündə olan göstəricilər vasitəsilə biz bilirik ki, bu göstəricilərdə hansı və neçə metrəlik ipdən istifadə edə bilərik. Məsəl üçün, nə?
Hal-hazırda əlində olan bu makina Shimano makinasıdır və bunun üstündə əlavə bu dediyim göstəricilər yazılıbdır. Məsəl üçün, burada yazıb ki, biz ikilik plityonka ilə, məsələn, ən yaxşı olar ki, 8 toxuma ilə eləyək. İkilik plityonka ilə biz bura 230-220 metrə plityonka dolaya bilərik. Və bu 220-230 metr plityonka atış texnikaları var, müəyyən atış texnikaları var. Bu texnikalar vasitəsindən quruzu, yəni yükü daha uzaq məsafəyə göndərmək üçün. Əlavə olaraq, məkan olaraq da yerimiz Ağdaş ərazisində yerləşən 1-ci marketlə üzbəüz, Texnikumla üzbəüz yerdə yerləşir və hər birinizin yolunuzu burada gözləyirik. Sağ olun, özünüzə mülayim olun.